Baxırsan, Rəbbim Allahdır deyir, amma gedir əski pirinə, dəsmal pirinə, ayaqqabı pirinə, dəmir pirinə. Amma dildə danışanda deyir, Rəbbim Allahdır, Allahdan istəyirəm. Sən necə Allaha Rəbbim deyirsən? Rəbbindən niyə istəmirsən? Rəbbim məgər sənə bəs eləmir? Rəbbin səni yaradıb, səni xəlq eləyib, sənə həyat veribdir, düzdür? Ruziləndirir səni və vaxtı çatanda da səni öldürəcək, düzdür? Və sənə özünə ibadət eləməyə əmr edibdir. Belə olduğu təqdirdə niyə pirlərə gedirsən? Əski piridir, dəsmal piridir. Biz hər dəfə deyirik ki, bunların İslamla heç bir adiyyatı yoxdur. Yəni, İslam dini pirə getməyi qadağan edir. Çünki oralar şirk odaqlı, yəni. Həqiqətən, baxırsan, insanlar gedib orada nə edirlər? Allahdan qeyriləri üçün dua edirlər, qeyrilərinə dua edirlər. Mədət umurlar. Hətta gedib baxsan qəbirlərin başına nə edirlər? Təvaf edirlər. Halbuki, müsəlman yalnız Kəbəni təvaf eləməlidir. Ona görə də bunlar hamısı Allaha şirk